Bağışlayan və mehriban Allahın adı ilə əziz təsərrüfatçılar və fermerlər hər birinizi Raygrass toxum tədarükü sahəmizdən salamlayıram. Mən Meyvava Cahangirov bugün Azərbaycan fermerlərinin rəğbətini qazanmış Raygrass otu haqqında və bu otun üstünlükləri barəsində inşallah danışacağam. Söhbətin əvvəlin TikTok səhifəmizə də yerləşdirəcəm, amma ümumi videonu YouTube səhifəmizə inşallah ki yerləşdirəcəm. Linkini paylaşacağım. Oradan da girib ətraflı şəkildə bu ot haqqında məlumatlar əldə edə bilərsiniz. Dostlar, hal-hazırda mən demək bu günlərim noyabr ayının 24-ü. Biz bax bu yeri toxum tədarükü üçün əkmişik. 5 hektar yerdir və hal-hazırda diqqət etsəniz yaxınlaşacağım inşallah. Biz böyük bir dənə sürü hal-hazırda bizim yerimizdə otlamaqdadır. Mənim öz qoyunlarım olmadığı üçün bax buranı biz arendaya vermişik böyük sürüsü olan şəxslərə. Bu günlərim noyabr ayının 24-ü olmasına baxmayaraq, yəni biz artıq qısa bir zamanda, yəni əkdiyimiz müddətdən az keçməsinə baxmayaraq biz artıq Raygrass sahəmizi otarırıq. Demək dostlar, niyə görə Raygrass otu? Yəni birinci sualımız budur ki, niyə görə Raygrass otu? Ona görə ki, Raygrass otu həm növbəli əkin üçün yararlıdır. Yəni uzun ömürlü deyil. Bəzi adamlar bunun Raygrass otunun bir illik olmasının mənfi cəhətdən baxırlar ki, hə bunun birləşəcəm, ikinci il nə cür olacaq. Amma bu birisi bir prizmadan baxanda, yəni növbəli əkin kimi Raygrass otunu əkmək olur. Məsələn, ola bilər ki, bir adam heç istəmir ki, hər hansı bir yerinə, misal üçün 3 illik, 5 illik hər hansı bir yonca kimi uzun ömürlü bitki əksin. İstəyir ki, 1 illik, məsələn, 1 il müddəti olan hər hansı bir otu əksin ki, bu illik heyvanları qışı çıxsın. O zaman Raygrassa müraciət edə bilər. Birinci üstünlüklərindən biri budur. İkinci budur ki, Raygrass otu qış ayında inkişaf edir. Yəni məlum məsələdir ki, Azərbaycan coğrafiyasında yayda, yazda hər tərəf elə otələf olur. Yəni heyvanlarımızın otlaması üçün xüsusi örüş sahələrinə ehtiyac yoxdur. Amma qış aylarında xüsusən də məsələn 2025-ci ilin, bu ilin qışı kimi qışlarda ki, faizdə demək olar ki, yağışlar yağmayıb, çox quraqlıq keçir. Hal-hazırda harasa bir Sabirabada ən azı bir 40 gündür ki, yağış yağmır və bu cürünə qışlarda çox çətin olur. Demək olar ki, hər tərəf bombalan bozdur. Bir dənə Raygrass sahələrdə taxıl zəmilərdir ki, yaşıl qalıblar. Digər üstünlüklərindən biri budur ki, əziz izləyicilər, Raygrass otu qış ayında çıxmasına baxmayaraq, yetişməsinə baxmayaraq, məsələn, sual eləyə bilərlər ki, irad tuta bilərlər ki, bəs arpa fəsli də qış ayında böyüyür. Dostlar, Raygrass otunu qış ayında bir neçə dəfə otarmaq olar. Məsələn, ən azı 3 dəfə otarmaq olar. Məsələn, əgər sentyabrın əvvəlində əksən, o zaman Raygrass otu təxminən mart ayına qədər, fevral ayına qədər 3 dəfə, ən azı 3 dəfə otara biləcəksən. Yerin əlbəttə ki, normal olsa, minbüt olsa və s. Bunlar hamısı mühümdür və su mütləqdir. Digər üstünlüklərindən budur, adi bir xəsil növü deyil. Yəni bildiyimiz adi bir xəsil deyil. Məsələn, xəsil kimi biz arpa xəsilinə və yaxud misal üçün vələmir xəsilinə müraciət edə bilərik, süpürgə xəsilinə müraciət edə bilərik. Misal üçün yayda da süpürgə əkirlər və s. Bunun tərkibi o deyil. Yəni bunun tərkibi sırf bilirsiniz də, yəqin ki məlumatınız olar, Raygrass otu İtalyan toxumudur. Yəni İtaliyada yetişdirilib bax bu toxum və bütün dünyaya yayılıb və ən çox inkişaf eləmiş ölkələr ki var, məsələn Avropa ölkələri, Türkiyənin özü olsun, bu otdan, Raygrass otundan kütləvi şəkildə istifadə edirlər. Bu otun tərkibi adi xəsil kimi deyil. Bu otun tərkibi protein və minerallarla zəngindir. Tərkibində şəkər çoxdur. Tərkibi yağlı və şəkərli olduğu üçün heyvanlar tərəfindən çox iştahla yeyilir bu ot. Əsas üstünlüklərindən biri budur. Məsələn, Raygrass otu əkənlər gözəl bilirlər ki, Raygrass otunu heyvan çox iştahla yeyir və eyni zamanda da heyvanda köp, ishal və s. kimi mənfi belə deyək də təsirlərə malik deyil ki, bu heyvanda köp versin, ishal versin və s. Digər məsələdən yanaşanda əziz dostlar, Raygrass otu eyni zamanda xəsil kimi də otarmaq olur. Əlavə olaraq üzü yaza çıxdı, biz bunu ot kimi də biçib quruda bilirik. Düzdür, ot kimi biçəndə tərkibi çox yağlı olduğu üçün biraz gec quruyur. Amma yəni gec qurusa belə yenə də olar ki, yerdə ot 2 gün artıq qalsın, onun da problemi yoxdur. Quruyur və yenə də pres bağlayırsan, götürürsən. Digər üstünlüklərindən biri budur ki,
Adi ot kimi məsələn hektara normalda yonca otlar, yonca və məsəl üçün digər otlar normalda məsələn deyək 300 pres verirsə, Raygrass 500 ədəd pres verir. Demək olar ki, bir 40%, 50% daha yüksək məhsul verir. Və üstünlüklərini dayanmadan sadalaya bilərəm. Əlbəttə ki, fermerlərimiz, mən istərdim ki, fermerlərimiz ümumiyyətlə Raygrass otunun nə olduğunu bilsinlər. Artıq Azərbaycanımızda demək olar ki, bütün bölgələrdə var. Eşitmişsiniz, məsələn, mən Sabirabadlıyam, Sabirabadda artıq biz əkirik və bizdən də məhsul alıb əkənlər var. Eyni zamanda mən Beyləqandan tutmuş, Ağdam, Üzübelə, Masallı, Biləsuvar, ta Bakının özünə, Bakının müəyyən kəndlərinə və ta ki Balakənə qədər, Üzübelə misal üçün Bərdiyə qədər biz bu toxumun satışını həyata keçirmişik və alıblar. Və bugünkü gündə də mənə ləzzət eləyən işlərdən biri budur ki, izləyicilərimiz, müştərilərimiz mənə videolarını çəkib atırlar və təşəkkür edirlər ki, bəs Mir baba, bax bu otu biz əkmişik, həqiqətən də məhsuldar bir otdur və bugün səndən razıyıq. Elə onların duası mənim üçün kifayət eləyər, mən elə bilirəm, onların razılığı. Və ən çox hansı sektorda istifadə olunur bu? Qoyunçuluqda, malçılıqda, ümumi heyvandarlıqda hər ikisində əlverişlidir bu. İstər heyvan üçün, yəni böyük iri buynuzlu heyvanlar üçün, istər də ki xırda buynuzlu heyvanlar üçün hər ikisində mühüm rol oynayan mühüm rol oynaya bilir. Niyə görə dostlar? Ona görə ki bu ot tərkibi zəngin olduğu üçün həm iri buynuzlu heyvanlarda süd artımına səbəb olur. Yəni ortalama yağlılıqda 18%, südün artımında isə 30% rol oynayır. Yəni normalda gəlirəm sizin inək 10 litr süd verirdisə, sizin bu Raygrass otun yerindən sonra bir 30% südü artacaq. 10 litrin 30% nə qədərdir? 3 litr. Yəni normalda 10 litr süd verən heyvan artıq 13 litr verəcək. Və biz də yavaş-yavaş yaxınlaşırıq sürümüzə və burada artıq qardaşlar heyvanların otarırlar və biz də baxmayaraq ki, bu yerin sahibi mənəm, yəni buranı əkən mənəm. Biz arendaya vermişik, onlardan da inşallah çalışacaq müsahibə götürək, görə danışa biləcəklər, yoxsa yox, hələ xəbərləri yoxdur ki, mən onlara yaxınlaşıram və video çəkirəm. Digər üstünlüklərindən biri budur ki, dostlar, misal üçün qoyunçuluqda çox mühüm rol oynayır. Adi misal üçün quzular, məlum məsələdir ki, quzunun kökəlməsi, quzunun bəhrəli olması, çəki yığması heyvanın südündən asılıdır. Yəni qoyunun südündən asılıdır. Qoyun südlü olarsa, quzu da yaxşı inkişaf eləyər. Və bu ot da heyvanlarda südü və südünün tərkibini, yağlılığı artırdığı üçün quzuları çox kök olur. Həqiqətən də yəni bu belə deyək də qoyunçuluqda da mühüm rol oynayan işlərdən biridir. Səməndər, ay Səməndər, it dəymir ki. İtlər it dəymir. Hə, heç bir şey. Belə dostlar, mən yaxınlaşıram sürümüzə və qoyunların bu otu yeməsini mən yaxından sizin üçün çəkmək istəyirəm ki, inşallah siz də gözünüzlə görəsiniz ki, bəs bu otu heyvanlar hansı həvəslə yeyirlər. Raygrassımızın hündürlüyünü burada müşahidə edirsiniz. Buralığı qoyun otlayıb, müəyyən qədər əzib. Belə dostlar. Bəli, bax bu hamısı Beyləqan qoyunlarıdır. Beyləqan cins deyirlər də bu qoyunlara. Baxın görün nə iştahla yeyirlər. Mən keçim qoyunların qabağına. İnşallah. Demək 5 hektar yerdir. Burada təxminən 200 baş qoyun olar ya olmaz bilmirəm dəqiq. Allah yiyəsinə xeyir versin. Buranı 5 hektarı 10 günə yarıya çatdırıb. Yarıya çatıb artıq 10 günə. Yəni elə bilirəm ki, bir 300 dənə heyvana 5 hektar bir 20 gün ya bir ay bəs eləyər. Səməndər, otun keyfiyyətindən razısan yoxsa narazısan? Superdir. Bundan yox be, amma. Bu örüşdən yox, bu otdan yox. Əhsən. Ondadır, arpadı elə belə şey.
Eha. Necə? Yonca da arpalı elə belə şey, amma Allah. Niyə? Ha, bu başqa şey, bu dərman. Yəni dərman olduğunu hardan bilirsən ki, sən? Olsun qüvvəsindən bilir. Hey. Yedicə qızarır. Qoyun yer qızarır. Daha da bir şey verdi. Maşallah doğumu da artır. Hə? Quzlara əmələ gəlir. Allah bərəkət versin ha. Quzlara əmələ gəlir. Normal. Allah razı olsun. Əziyyət. Salamat olsun. Allah. Xoş gördük. Əmi sən nə deyə bilərsən bu ot barəsində? Quşlar əla. Qoş demirəm, əmi ot deyirəm. Söhbət yox. Ha? Ota söhbət yox. Bunun qüvvəsindən yonca elə belə şeydir, amma Allah. Bu Yonca, yoncadan yaxşı. bu yoncanın çox gözəl otdur. Həqiqi? Buranın oldu. Əmi bir 10 ildir də qoyun otarırsan. Hə? 12 ildir. Video çəkəm. Neçə ildir? 15. Ötərsən, 15 ildir. Bu yəni reqrası birinci ildə otarsan. Hə. Yonca yaxşı yoxsa bu? Bu. Qoyunçuluqda. Ha. Bundan yox hayır. Qüvvəsin, baba, qüvvəsin. 20 hektar 30 hektar biliyorsa 200-300 baş qoyuna elə belə şey. Yəni illik olaraq. Hə? Maşallah olsun. 2 dəfə balanı elə pay verəcəksən. Reqras otu ilə nə? Ha, bu olsun. Bu. Belə demək, alan da razıdır, satan da razıdır. Bəli, Allah xeyir bəli, versin bəli. inşallah. Belə dostlar, reqras otunu və səmimi müsahibə götürdüm dostlarımızdan və siz də öz düzdür, bunlar reqras otunu əkmirlər. Yəni hələ ki biz Sabirabada biz gətirmişik və gördünüz də, yəni öz ağızlarından çıxan sözləri birbaşa sizə eşitdirdim və bunların da Allah şahiddir ki, mənim çəkişimdən xəbəri yox idi. Mən qıraqdan maşını saxlamışam deyə bax uzaqda gəlmişəm beləntinə və bunlardan müsahibə götürdüm. Belə dostlar, yəni reqras otunu əkən hər bir kəs razıdır. 12-sindən. Yaxşı dostlar, inşallah əlavə videolar paylaşacağam reqras otunun tərkibi haqqında, yenə də çalışacağam tərkibində olan vitamin, minerallar, protein barəsində ətraflı məlumatlar verəm. Hələlik bu qədər. Allah amanda qalın inşallah. Səhləni takip eləməyi unutmayın.